Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bugün may ayının 30'u 2025-ci il. Mayın 28'ində bölmə apardığımız bu pətəkdə, yəni hazır mayalanmış ana arı ilə yığma, yəni bir neçə pətəkdən mən sürfəli çərçivələr götürməklə bir ailə formalaşdırdıq. İndi artıq 2 sutka tamam olub. 2 sutka tamamında nə etmək lazımdır? Ya Allah. İkinci sutkada nə etmək lazımdır? Bismillah. Demək, gözəl çəmiz qəfəsdə arılar artıq qəfəsin üstündən baxın, yemləyirlər. Demək olar qəbul olunmuş kimi bir şeydir dostlar. Amma biz buna çox da risk etməyəcəyik. Yəni mən bugün hər iki yem gözünü açıb qoya bilərəm. Yəni bugün də bunu qəbul edəcəklər. Bunu etmirəm. Nə üçün? Yəni gənc arıçılar görüb o cür eləyəcək və qəbul olunmayacaq. Deyəcəklər ki, bəs kimdən öyrənib, filan kəs göstərdi. Ona görə də dostlar, baxın, burada 2 yem gözləri var. Bu balaca yem gözünü açırıq. Nə üçün? Yəni mən bütün videolarımda bunu paylaşıram, deyirəm dostlar. Kiçik yem gözünün qapısını açıb, ikinci sutkada yenə hardan götürmüşdük, ora yerləşdirəcəyik. Növbəti gün isə, yəni 3-cü gün, bəzən düz başa düşmürlər, 3 gündə əlavə saxlayırlar. Yox dostlar, növbəti gün, mən deyirəm, növbəti gün, yəni 3-cü gün bu böyük gözün qapısını açıram, böyük yem gözü. Nə üçün? Bu kiçik yem gözünü açdıq. İndi dərhal bu yemi arılar yeyib, keçəcəklər ana arının yanına və çıxacaqlar bu pətəyə. Keçəcəklər yenidən bu pətəyə, ana arının feromonunu, qoxusunu bütün pətəyə gəzdirəcəklər. 3-cü sutkada ki, biz bu böyük gözü açdıq. Çünki buradan ana arı çıxa bilmir. Bu ana arının ölçüsündə düzəldilməyib. Yəni böyük deyil. Amma 3-cü sutkada bunu ki biz açdıq, arılar bu yem gözünü də yeyib təmizləyir, dərhal ana arını buradan azad edirlər və bu da ana arının qəbul olunmasının 100% zəmanətidir. Vəssalam. Salam aziz dostlar, hər vaxtınız xeyirli olsun. Bugün artıq may ayının 31-i 2025-ci il. 3-cü sutka artıq bu pətəyi böldüyümüzdən 3 sutka keçib. Yallah. Biz ana arı qəfəsinin böyük gözünü bugün açacağıq dostlar. Amma yoxlamaq lazımdır ki, ana üsküyləri, ana yuvacıqları hazırlayıblarsa, baxın, arılar heç azalmayıb, axırıncı çərçivədir. Baxın, bunun üzərində də 2 tərəfli arı var. Yuvacıq yoxdur. Burada bir ədəd, baxın, içərisində süd. Görürsünüz mü? Deməli, baxın dostlar.
3-cü sutkada siz bu üsküyləri, bu ana arı yuvacıqlarını qırmasanız, baxın, cəmi 3 sutka keçib, artıq burada bağlı, qapalı üsküy də var, yuvacıq da var, baxın. Yəni bunu ümumiyyətlə əgər anasız bölmə etsəniz, baxın 3-cü gün mütləq yoxlamaq lazımdır. Əgər sizdə ana arı yoxdursa, ana arısız bölgü aparırsınızsa, mütləq 3-cü sutkada əgər üstü bağlı yuvacıq olarsa, onu mütləq kəsib tullayın. Açıq yuvacıqları saxlamaq lazım olar. Əgər anasız bölmə aparırsınızsa. Biz isə buna ana arı vermişik deyə, baxın bu yuvacıqları biz kəsməsə, içi dolu süd, baxın. Bunları kəsməsək, arılar bizim ana arımızı qəbul etməyəcəklər dostlar. Yuvacıqları qırdıq. Qəfəsin, baxın, böyük gözünü açırıq. Yəni yem gözünün açırıq. Qoyuruq bu qaydada. Saxsağan gəlib gilas yeməyə. Hey! Gilaslarımızı yeməyə gəlir. Demək, dostlar, indi gördünüzmü? Neçə çərçivədə bölmüşdük, o qədər də arı var. Bir neçə gündən sonra bu arıda, bu 4 sülfəli çərçivədə görün minlərlə arı çıxacaq. Bu arılarda gənc arılar başlayacaqlar təmizlik işləri, mum hörmə işləri, süd ifraz etmə işləri, ana arı başlayacaq sabahdan yumurta qoymağa, ailə sürətlə başlayacaq inkişaf etməyə. Deməli dostlar, mən bir neçə ildir ki, bu qaydada bölmə etməyi də paylaşıram. Ana arıların 100% qəbul olunmasının da zəmanəti bax budur. Onu da paylaşıram. Yenə də suallar yazırlar şərhlərdə. Qardaş, mən bunu göstərdim də. Göstərdim, hər ailədən 1 ramka, 2 ramka götürməklə. Yazırsan ki, bəzi onlar bir-birini qırmır. Qardaş, mən sənə 1 saat burada söz danışıram, göstərirəm. Bu qırsaydı, sənə göstərərdim ki, bunu eləmək olmaz. Bu bir-birini qırır. İndi ana arının da qəbul olunmasının şansı 100% olması, həm burada qapalı sülfələrin çox olmasıdır, həm 3 gün ana arı qəfəsləri ki var, o gözlər, o 3 sutkadan çox qalmamalıdır. Bəzən bəzi arıçılar özündən belə fokus çıxardırlar, 5 gün saxlayırlar, nə bilim 7 gün saxlayırlar. Ana arını qəfəsdə nə qədər çox saxlasanız, arılar bir o qədər də aqressiv olur, bir o qədər də ana arını öldürmək təhlükəsi çoxalır. Odur ki, dostlar, 2 gün balaca göz, 3-cü gün böyük göz açılır, göstərdiyim kimi. İndi valla hər il paylaşdığım videolardır, dəfələrlə başqa-başqa məcburam adlarla paylaşıram.
Hər kəs baxsın, öyrənsin. İnşallah sabah ana arının burada olub olmamasını da sizinlə paylaşaram. Qardaş, mən burada bir videoda 20 dəqiqə, 15 dəqiqə söhbət edirəm, danışıram, göstərirəm sübutu ilə. Yenə də yazırsan, bir-birini qırmayacaq, bir-birini öldürməyəcək. Ay qardaş, öldürsəydi, mən bunu göstərməzdim. Bunun da vaxtı var, bunun da qaydası var. Yəni, ana arısız olarsa, heç biri bir-birini qırmaz. İstəyirsən 10 ramka, 10 arıdan arı gətir, qoy bunun içinə. Ana arı əgər orada düşmürsə, bunlar bir-birini qırmayacaq. Təbii ki, gəlir vaxtı olsa, əlbəttə qırmaz. Gəlir olmayan dövrdə biraz risklidir. Salam dostlar. Hər vaxtınız xeyirli olsun. Bugün iyun ayının 1-i 2025-ci il. Ya Allah. Artıq 4 gün keçib. Yəni bunları nə üçün göstərirəm dostlar? Bir izləyicimizin xahişini yerinə yetirmək üçün. YouTube kanalımızda yazmışdı ki, onun bu ailənin gedişatını göstərim. Bismillah. Əssalam. Ana arı artıq burada yoxdur. Yəni sizinlə bərabər baxıram dostlar. Yəni mən buna baxmamışam. Yəni 3-cü sutkadakı qəfəsin böyük gözünü açmışam. Bugün 4-cü sutkadır. Aha, gözəller gözəli. Ha, budur dostlar. Bu da nəticəsi. Gözəlçəmiz 66 nömrəli artıq qəbul olunub. Əssalam. Bu da gözəlçəmizin 100% qəbul olunmasını da sizə göstərdim dostlar. Xeyirli olsun. İndi baxın mən nə edirəm. Havalar istidir, normaldır. 5 çərçivə, 5-i də dolu arı üstə gəl. Bir neçə gündən sonra minlərlə arı çıxacaq. Ona görə qoşan vərəqini buradan götürüb qoyuruq 2 sülfəli çərçivənin arasına. Təbii ki, arının sayı kifayət qədər olmalıdır. Vəssalam, bu ailəyə bu gündən sonra yemləmə də apara bilərsiniz və yaxud aparmaya da bilərsiniz. Çünki gəlir var, təbiətdə kifayət qədər gəlir var. Bu ailə
çalışacaq özü üçün. Həm bal toplayacaq, həm ana arı yumurta qoyacaq. O boyda uşaq buna baxsa, bölmə də apara bilər, ana arı qəbul etdirməyə də bilər.